Asan xidmətdə 100 milyonuncu müraciət qeydə alınıb. Müraciəti yeni doğulan İnci Kamallı'nın anası Göyçək Kamalzadə 7 saylı Bakı Asan Xidmət Mərkəzinə edib. Ətraflı şəkildə məlumatı əməkdaşımız Fidan Mədətova bizdən bölüşəcək. Salamlayıram Fidan səni. Detalları səndən öyrənək. Salam, hər vaxtınız xeyir olsun. Bəli, Asan xidmətə 100 milyonuncu müraciət qeydə alınıb və elə həmin informasiya ilə bağlı detallı şəkildə həmin istiqamətdə məlumatları sizlə bölüşməyə çalışacağıq. Belə ki, bu proses 10 iyul 2026-cı il tarixində 7 saylı Asan Xidmət Mərkəzində baş tutdu. Bəs həmin müraciət nədən ibarət idi, hansı istiqamətdə həyata keçirildi? Elə müraciəti eləyən şəxs Kamalzadə Göyçək bizimlə canlı bağlantıdadır və suallarımızı o cavablandıracaq. Salam Göyçək xanım. Həmin detallar istənişdə və ailə olaraq da elə bizimlə birlikdə hazırda hansı müraciət idi, detalları sizdən? Salam, xoş gördük. Biz övladımızın doğum haqqında şəhadətnaməsini əldə etmək üçün Asan Xidmət Mərkəzinə müraciət etmişdik. Təsadüfən 100 milyoncu vətəndaş müraciətinin sahibi olduğunu öyrəndik və bu bizim üçün çox sevindirici, eyni zamanda təəccüblü bir haldır. Asan Xidmət Mərkəzi bizim üçün ümumiyyətlə doğmadır. Həqiqətən, çünki mən özüm də tələbəlik illərində Asan Xidmət Mərkəzində könüllü kimi fəaliyyət göstərmişəm. Və həmin ondan sonra da yəni vətəndaş kimi müraciət edəndə də Asan Xidmətin şəffaf və operativ xidmətlərini şahid olmuşam, məmnun qalmışam. İndi də çox sevincliyik və başda Asan Xidmətin rəhbərliyi olmaqla bütün kollektivə öz dərin təşəkkürlərimizi bildiririk. Çox sağ olun, təşəkkür edirəm. Təşəkkür edirik çatdığınız detallı informasiyalara görə və bir məqamı da qeyd eləyək ki, elə bundan biraz əvvəl məhz həmin prosesin qeyd olunması məqsədi ilə bir mərasim də baş tutdu. Məhz həmin 100 milyonuncu müraciətin qeydə alınması məqsədi ilə 7 saylı Asan Xidmət Mərkəzində də bununla əlaqədar tədbir keçirildi və hələ ki bizdə son detallar, informasiyalar bu qədər idi. Söz yenidən sizə ötürürük. Təşəkkür edirəm Fidan ətraflı məlumatın üçün. Fidan Mədətova idi canlı bağlantıda.